qızı olmaq, Peyğəmbərin əmisi olmaq adamı cənnətli eləyir. Yəni bu səbəb olur ki, bu yaxınlıq, qohumluq insana sığorta versin ki, Allah səni sığortalamışıq. Nə işlə məşğul olursan ol, sən cənnətə gedəcəksən. Yenə baxırıq Qurana görürük, yox. Bu səbəb olmur ki, insan neynəsin, cənnətə getsin. Məsələn, Peyğəmbər arvadının misal vuraq. Lut və Nuh əleyhissalamın zövcələri, həyat yoldaşı. Bir ömür bir yerdə bir yastığa baş qoyublar, bir damın altında ər-arvad olublar. Amma bu iki qadın Peyğəmbərə, öz ərinə iman götürməyib. Allah Quranda deyir ki, bunlar ikisi də Peyğəmbərin, bu iki Peyğəmbərin, bu iki qadın əbədi cəhənnəmli idi. Quran ayəsidir. Hədis deyir ki, sünnə hədisi, şiyə hədisi, sənədində filan kəs var filan. Yox, bu Quran ayəsidir. Quran deyir ki, Peyğəmbərin arvadı hara gedəcək? Cəhənnəmə gedəcək. Niyə? İman gətirməyib. Yəni, Peyğəmbərin arvadı olmaq, onunla bir yastığa baş qoymaq sığortalamır adamı ki, gedəsən cənnətə. Bu ikinci mərhələ. Gəlirik evladlara. Peyğəmbərin belindən dünyaya gəlib, ətindən, qanından. Bu uşaq necə olmalıdır sizcə? Müqəddəs. Niyə? Çünki seçilmiş, Allah yer kürəsindən bir nəfəri seçir və o seçdiyi bəndənin də belindən uşaq gəlir. O necə olmalıdır? Pak, müqəddəs. Niyə? Çünki danışığı Allahın razılığı, yediyi Allahın razılığı, halal. Bu insanın vücudu Allahın razılığıdır. O razılıqdan uşaq dünyaya gəlirsə, deməli o necə olmalıdır? Pak və müqəddəs. Yenə gəlirik Qurana, görürük ki, uşaq xarab uşaqdır. Ədəbsiz, əxlaqsız və cəhənnəmlik. Kimdir? Nuh Peyğəmbərin oğlu. Nuh Peyğəmbərin oğlu. Quran ayəsidir. Baxmayaraq Allahın höccətindən dünyaya gəlib, Allahın höccətinin tərbiyəsini alıb, Allahın höccətinin gətirdiyi halal ruzidən qidalanıb. Amma cəhənnəmli, Allah deyir cəhənnəmlidir. Və Nuh Peyğəmbərə Allah hədə qorxu gəlir. İndi atadır da, Peyğəmbər kimi oğul kafirdir, amma atalıq qalır axı. Ata Allahdan diliyir, ya Allah, bağışla, mənlə minsin gəmiyə, xilas olsun. Peyğəmbər deyir, yox. Allah deyir, yox. Allah icazə də vermir ki, o uşaq, o oğul, Peyğəmbər oğlu xilas olsun. Allah istəmir. Niyə? Çünki imansız, kafir, ədəbsiz, əxlaqsızın yekəsi olub. Atasına iman gətirməmək üçün cəmaata onun arvadı və oğlu səbəb olub, əsas. Çünki adama nə deyərlər? Heç evdəkilər sənə iqtida eləmirsən, burada gəlib bizdən cəmaat namazı istəyirsən. Ged sənlə evdəkilər düzəl. Heç onlar namaz qılmır, sən bizdən namaz istəyirsən. Nuh Peyğəmbəri məqamını, nübüvvətə ən güclü ziyanı arvadı ilə oğlu vurub. Əmi olmaq Peyğəmbərə, dayı olmaq Peyğəmbərə, ata olmaq, o olmaq, bu olmaq insanı sığortalamır. İman insanı neynir? Sığortalayır. Bax, diqqət edin.